Vaxtı bu hədisi unutmayaq. Məxsusən çox xahiş eləyirəm ki, axirət zamanda bu hədisi unutmayaq. Ki, buyurur, insanlar səni dəli hesab eləməyənə qədər imanın kamilliyinə yetişməyəcəksən, çatmayacaqsan. Yəni iman elə bir yoldur ki, Allaha gedən yol elə yoldur ki, Allaha getməyən səni mümkün deyil orada başa düşsün. O səni dəli hesab eləyəcək. Necə ki, indi var da baxırdı ki, cavan qızsan, indidən nəyə hicab taxmısan? Dəli kimi baxırdı ona. Cavan qızdır, bu niyə hicab taxır? Xoş halına həmin adamdır. Qoy elə iman yolunda o yolu getməyənlər insana dəli kimi baxsın. Çünki imanın kamilliyinə başqa cür çata bilməzsən. Həzrət Əyyub, Allah nə qədər imtahan elədi onu. Axırda gəldilər, dedilər ki, Əyyub, doğrudan sən Allahın peyğəmbərisən. Ən çətin hissəsi burasıdır ya. Ki imtahanlardan sən çıxacaqsan, gəlib ətrafındakılar sənə deyəcək ki, doğrudan sən Allah istəyən kimi yaşayırsan. Bəs Allah istəyən kimi yaşayırsansa, sənin yaşayışın niyə bu vəziyyətdədir? Bu başlayacaq.